Qubalı fermerlərin satışla bağlı bəzi çətinlikləri var. Söhbət ambarlarda saxlanılan almanın satışından gedir. 2 aya yaxındır ki, məhsulu bazara çıxara bilmirlər. Növbəti aylarda da belə davam edərsə tonlarla məhsul xarab ola bilər. 2 aya yaxındır. Qubada alma satışında ciddi problemlər yaşanır. Bu səbəbdən də tonlarla məhsul soyuducu ambarlarda satıcı yolunu gözləyir. Elə hazırda biz Qubadakı soyuducu ambarlardan birindəyik. Elə operator Melçin Qurbanov da sizlərə təqdim edir. Gördüyünüz kimi təkcə elə bu soyuducu ambarda 2000 tondan artıq məhsul, bax belə deyək, qablaşdırılmış vəziyyətdə satışı gözləyir. Amma təəssüflər olsun ki, qeyd etdiyim kimi təxminən 2 aya yaxındır ki, bax belə satışda ciddi problemlər yaşanır. Əlbəttə ki, bu da fermerlərin ziyanınadır, məhsul sahiblərinin ziyanınadır. Çünki bu məhsul min bir əziyyətlə yetişdirilərək, bax belə qablaşdırılır və soyuducu ambarlarda saxlanılır ki, nisbətən baha qiymətə satılsın. Amma təəssüflər olsun ki, bu il satışda sözün əsl mənasında ciddi problemlər yaşanmaqdadır. Fermerlər bildirir ki, bundan əvvəlki, öncəki illərdə indiyə qədər, yəni mart ayında məhsulun təxminən belə deyək, yarıdan da çox hissəsi satılardı. Lakin bu il gördüyünüz kimi təxminən ümumi məhsulun 10-15%-i ancaq satılıb, digər hissəsi isə soyuducu ambarlarda bax belə vəziyyətdə qalmaqdadır. Onu da bildirim ki, məhsulun çox az hissəsi yerli bazara çıxarılır, yerli bazarda satılır.